Salam əziz Azərbaycan xalqı. Dünən aldığımız xəbər hər biriniz kimi bizi də xeyli hiddətləndirdi və təbii ki, üzülməklə bərabər qəzəbləndirdi. Söhbət Rusiyada baş verən özbaşınalıqdan, xaosdan, Rusiya hüquq mühafizə orqanlarının quldurluğundan, qatilliyindən gedir. Yəni bunun başqa adı yoxdur. Rusiya illər boyu Azərbaycanlılar, Azərbaycan xalqımız Rusiyada müxtəlif şəhərlərdə işləyiblər və həmin şəhərlərin inkişafına töhfələrini veriblər və təbii ki, öz ailələrini dolandırmaqla bərabər orada da iqtisadiyyatın inkişafına kifayət qədər töhfələr veriblər. Amma nədəndirsə bilmirəm, Rusiya dövləti, Azərbaycan dövlətinə təzyiq eləmək istəyən kimi o dəqiqə Rusiyada yaşayan və Rusiyada işləyən, orada alın tərləri ilə, öz halal zəhmətləri ilə pullarını qazanmaq istəyən insanlarımıza bu və ya digər formada təzyiqlər eləyir, onlara qarşı işgəncələr tətbiq eləyir, onları aşağılayır, onları təhqir eləyir. Bir mənada dövləti şantaj eləməklə məşğuldur. Dünənki hadisəni də mən məhz belə qiymətləndirirəm. Yəni gecə saat 5-də quldurlar kimi, yəni NKVD zamanında babalarının elədiyi kimi, bilirsiniz, Stalinlər, Leninlər, nə bilim, Trotskilər, Brejnevlər, Xruşovlar bunların babalarıdır və bunlar bizim babalarımızı gecələr qara maşınlarla aparıb repressiyalara qurban veriblər, güllələyiblər, qətlə yetiriblər, sürgünə göndəriblər. İndi də hələ o kafadadılar. Hələ də bunlar Rus dövləti olaraq, Rus hökuməti olaraq hələ 21-ci əsrin sivil dövlətlər sırasına qoşulmaq istəmir. Yəni tutaq ki, sən hansısa cinayət işini araşdırırsan və bu cinayət işində hansısa Azərbaycanlı ailələrin, hansısa Azərbaycanlı insanların adları hallanır. Bunları çox mədəni şəkildə polis bölməsinə dəvət edə bilərsən və yaxud da qorxursan ki, qaçarlar, çox mədəni, yəni mədəninin qoydum qırağa, yəni Rus hara, mədəniyyət hara, yəni aydan mədəniyyət gözləməyin özü də bir ayıbdır. Lap mədəniyyəti qoydum qırağa, hüququn tələb elədiyi formada gələrsən, polis əməkdaşları dəvət edərsən bölməyə, polis əməkdaşları aparar, orada izahatını alar, lazımsa məhkəmə önünə çıxardar, lazım deyilsə tutaq polis nəzarətinə verər və yaxud ifadəsi alınan buraxılar və yaxud cinayətkardırsa məhkəməyə çıxarırlar və hökm oxunar. Amma insanları, ailələrini gecə saat 5-də insanlar yataqda olarkən, anası, bacısı, yoldaşı, qızı hamısı evdə olarkən bir banditin evinə girirmiş kimi, bir narkobaronun evinə girirmiş kimi baskın eləyib, heç bir izahat vermədən qadınları təhqir eləmək, kişilərə işgəncə vermək və soruşanda ki, nə baş verir, siz kimsiz, daha da şiddət tətbiq eləmək, bu bilirsiniz özbaşınalıqdır, bu xaosdur, bu dövlətlər arası münasibətlərin korlanmasıdır. Bu Rusiya dövlətinin hələ də, yenə deyirəm, hüquqi sivil dövlət anlayışını dərk eləməməklə irəli gəlir. Yəni bu nə deməkdir? Yəni bir nəfər göstərin ki, Azərbaycanda Rus vətəndaşı deyə və yaxud da Rus dillidir deyə onlara təzyiq olsun, baskı olsun və yaxud da Rusiyadan, Moskvadan gəlib burada yaşayıb işləyib və yaxud da Rusiyanın digər yerlərindən onlara qarşı hər hansı bir sayğısızlıq olsun. Yəni əslində nəinki ruslara qarşı, Azərbaycanda heç bir etnik zəmində, dini zəmində heç kim ayrı-seçkilik edilmir. Əgər bilmək istəyirsinizsə, ən çox təzyiq elə Azərbaycanın öz vətəndaşlarına olunur, nəinki digər vətəndaşlar. Yəni digər vətəndaşlar daha imtiyazlıdır. Amma Rusiyada bu hər Azərbaycanlını sən cinayətkar kimi görə bilməzsən. Sən get bir Rus tarixinə bax, get SSR tarixinə bax, gör sənin nə qədər inkişafında Azərbaycanlıların rolu olub. Yəni bu məsələ tək yenə qeyd edirəm, bir cinayət məsələsinin araşdırılması və ya hər hansı bir ailədə tutaq ki, cinayətkarın axtarılması demək deyil. Bu dövlətlər arası münasibətdir və dövlətin bir dövlətin başqa dövlətə baskısıdır. Görün, vəhşiliyin dərəcəsinə baxın ki, insanları gəlib tutaq ki, həbs eləməksən, lap tutaq ki, xüsusi əməliyyat tərtib eləmişsən, başa düşdük, səhərə yaxın baskın eləmişsən, başa düşdük. Yaxşı, iki günahsız insan hələ məhkəmə ilə günahları təsdiq olunmamış, heç bir cinayəti sübut olunmamış insanlar necə qətlə yetirilə bilər, necə ölə bilər? Yəni istintaq müddətli insanların qətlə yetirilməsi, onların sual zamanı qətlə yetirilməsi hansı dönəmdə yaşayırıq? Yəni bu məni şəxsən bir
siyasətçi kimi, partiya rəhbəri kimi çox hiddətləndirir və qəzəbləndirir və təbii ki, biz də Rusiya dövlətindən, əgər varsa orada bir ağlı başında olan, hüquq sistemindən anlayışı olan Rusiya dövləti rəhbərliyindən hesab tələb edirik və indi Azərbaycanın Rusiyada fəaliyyət göstərən səfiri var, səfirliyin əməkdaşları var. Güman edirəm ki, bu müraciətimiz onların önünə çıxacaq və bu özbaşınalığa bir hesabat verəcəklər. Gah təyyarəmizi vururlar, gah bizim millət vəkili Rusiyanın əleyhinə nəsə deyib deyə onu ölkəyə buraxmırlar. Onda biz kimi buraxmır? Onda biz ümumiyyətlə Putin başda olmaqla heç kimi ölkəyə buraxmalı deyil. Gah ərazi bütövlüyümüzə təhdid yaradırsınız, gah bizi şantaj edirsiniz, gah hansısa başdan xarab sizin orada deputatlarınız durur, biri deyir Bakını bombalayaq, biri durur deyir ki Azərbaycanı Rusiyaya birləşdirək. Yəni bu ümumiyyətlə yenə deyirəm. Bax zaten Rusiya təklənmiş vəziyyətdədir. Ukrayna ilə savaşa görə öz eyni millətdən, etnik millətindən olduğu, Slavyan xalqından olduğu Ukraynalıları qırdığı üçün zaten dünyada vəhşi imici yaradıblar. Mağara adamı imici yaradıblar, ayı imici yaradıblar. 3-5 ətrafında normal münasibət qura bildiyi dövlətlərdən biri də Azərbaycandır. Azərbaycana qarşı da bu münasibət təklənsin, görək axıra hara gedəcək. Yəni bu şovinist və millətçi, bu faşist yanaşmanın tez bir zamanda dəyişməsini tələb edirəm. Azərbaycanlıların, qətlə yetirilən Azərbaycanlıların belə deyək, bu cinayətdə günahı olan hər bir şəxsin hüquq mühafizə orqanında kim olur olsun cəzalandırılmasını tələb edirəm və haqqın ədalətinin yerində bərpa olmasını tələb edirəm. Yaxşı, Azərbaycanda da biz başlasaq Rusları və ya Rus əsillilərə qarşı eyni münasibəti dövlət olaraq münasibət bəsləsək ki, sən Russansa, o deməkdir ki, sən elə təcavüzkarsan, sən cinayətkarsan. Bu nə yanaşmadır? Bu neçənci əsrin kafasıdır? Bu nəyin kafasıdır? Və ola bilsin mənim belə çıxışlarıma görə mən dəfələrlə Rusiya hökumətinə qarşı hökumətinin özbaşınalığına qarşı dəfələrlə çıxışlarım olub. Əminəm ki, mən də Rusiyaya getsəm, yəqin ki, sərhəddən bizi də buraxmazlar. Hətta bizi buraxmazlar deyəndə indi deputatın heç olmasa diplomatik toxunulmazlığı var idi. Həbs eləyə bilmədilər. Bizi həbs eləyib, ümumiyyətlə apararlar həbsxanaya və yaxud da Ermənistana təhvil verərlər. O bizim məşhur bir blogerin həbsi kimi. Yəni, o baxımdan mən Ağ Partiyanın rəhbəri olaraq Rusiya dövlətindən və Rusiya Azərbaycan səfirliyindən baş verən bu qanunsuzluğa və özbaşınalığa qarşı bir hesab tələb edirəm və iki dövlət arasındakı münasibətlərin əgər normal şəkildə davam eləməsini istəyirlərsə, bu məsələlərə son qoymalıdırlar və hüquqi bir dövlət olmalıdır. Azərbaycanla da əgər hər hansı bir tutaq ki, məsələni həll eləmək istəyirlərsə, müzakirə yolu var. Artıq Azərbaycan təhdid yolundan, şantaj yolundan, hədə qorxu yolundan belə deyək, hizaya gətiriləcək bir dövlət olmadığını da başa düşməlidirlər. Yəni, hələlik bu qədər, amma yenə deyirəm, biz Ağ Parti olaraq hər zaman Azərbaycan xalqının, dünyanın harasında yaşamasından olmayan Azərbaycan xalqının evlatlarının yanındayıq. İstəyir bu bizim ziyanımıza olsun, istəyir xeyrimizə olsun. Biz hər bir vətəndaşımızın Mozambikdə yaşayandan, Avropasında yaşayandan, Rusiyasında yaşayanına qədər yanındayıq. Təşəkkür edirəm, sağ olun.